Salam, bugün sizin üçün çox xüsusi bir mənbəni, Ahmet Cevizcinin həqiqətən də əhatəli fəlsəfə tarixi kitabını gəlin deyək ki, dərindən araşdıracağıq. Bəli. Bu kitab həm Qərb, həm də İslam fəlsəfəsinin, yəni min illik bir səyahətini əhatə edir. Məqsədimiz sadəcə üstdən keçmək yox, Cevizcinin təqdimatında önə çıxan o vacib məqamları, dönüş nöqtələrini sizinlə bölüşməkdir. Bilirsiniz, məlumatı həm sürətli, həm də dərin almaq önəmlidir. Tamamilə razıyam. Cevizcinin bu kitabı fəlsəfi düşüncənin baxın zamanla necə yoğrulduğunu, hansı böyük sualların ortaya atıldığını və fərqli mədəniyyətlərin, dövrlərin bu prosesə necə təsir etdiyini anlamaq üçün deməli çox dəyərli bir bələdçidir. Biz də bir növ zehinpot yanaşmasında olduğu kimi bu mövzunun lap dərinliyinə enməyə çalışacağıq. Gəlin elə başdan başlayaq. Necə oldu ki, insanlar birdən-birə mifləri kənara qoyub, dünyanı ağılla, məntiqlə anlamağa başladılar? Bu keçid necə baş verdi? Bu həqiqətən də böyük bir sıçrayışdır axı. Həqiqətən də çox əsaslı sualdır. Sizin də qeyd etdiyiniz mənbələr göstərir ki, bu proses əsasən İoniyada, yəni qədim Yunanistanın o sahil bölgələrində başladı. Aha, İoniyada. Bəli, orada ortaya çıxan ilk filosoflar, məsələn Tales, Anaksimandros kimi düşünürlər, təbiət hadisələrini artıq fövqat təbii qüvvələrlə, tanrılarla yox. Yəni miflərlə yox. Bəli, təbii səbəblərlə izah etməyə çalışdılar. Yəni, sual verdilər, yağış niyə yağır, zəlzələ niyə olur? Cavabı təbiətin özündə axtardılar. Bu, əslində o məşhur mifdən logosa keçid idi. Yəni, əfsanəvi düşüncədən məntiqi, rasional düşüncələ. Anaksimandrosun xəritə çəkməsi də deyəsən bununla bağlıdır. Tamamilə. O, dünyanı bir növ sistemli şəkildə təsvir etməyə çalışırdı. Hətta təkamülə bənzər bəzi ilkin fikirləri də vardı. Bunlar hamısı yeni, rasional baxışın göstəriciləri idi. Çox maraqlıdır. Yunan fəlsəfəsi deyəndə əlbəttə Sokrat ağla gəlir. Onun fəlsəfəsi isə sanki biraz fərqli idi. Elədir. Sokratla birlikdə fəlsəfənin fokusu, belə deyək, kosmosdan, təbiətdən insana, əxlaqa, cəmiyyətə keçdi. Onun o məşhur bildiyim tək şey heç nə bilmədiyimdir sözü əslində dərin bir fəlsəfi mövqedir. İnsanları öz cəhalətləri ilə üzləşdirməsi, bu yəqin ki, çoxlarını qıcıqlandırırdı. Əlbəttə, amma onun məqsədi insanları alçaltmaq deyildi. Əksinə, onları düşünməyə, özlərini sorğulamağa vadar etmək idi. Bu, ruha qayğı prinsipi də buradan gəlir. Yəni, insanın əsas vəzifəsi öz ruhunu, mənəviyyatını təkmilləşdirməkdir. Və təbii ki, Platon. Ondan sonra gələn ən böyük adlardan biri, məşhur mağara allegoriyası, bunu yəqin ki, çoxları eşidib, amma tam məğzi nədir? Bizim gündəlik həyatda duyğu üzvlərimizlə qavradığımız bu dünya əslində gerçəkliyin yalnız bir kölgəsi, bir əksidir. Yəni, əsl reallıq başqa yerdədir. Bəli, Platonun ideyalar dünyası dediyi bir aləmdə. O aləm mükəmməldir, dəyişməzdir və bizim qavradığımız obyektlər o ideyaların natamam kopyalarıdır. Mağaradakı insanlar yalnız divardakı kölgələri görür və onları reallıq sanırlar. Filosofun işi isə o mağaradan çıxıb əsl günəşi, yəni həqiqəti görməkdir. Bu, həqiqətən də insanı düşündürür. Bizim gördüklərimiz nə qədər realdır? Bəs o dövrdə maddənin özünü anlamağa çalışanlar. Məsələn, Demokrit, atom fikri. Bəli. Platondan fərqli olaraq, Empedokl kimi filosoflar dünyanın 4 ünsürdən od, su, hava, torpaqdan ibarət olduğunu deyirdilər. Demokrit isə daha da irəli gedərək hər şeyin bölünməz, kiçik hissəciklərdən, yəni atomlardan təşkil olunduğunu iddia etdi. Bu, o dövr üçün inanılmaz dərəcədə müasir səslənən bir fikir idi. Bəs sofistlər kim idi? Onlar da tez-tez xatırlanır. Sofistlər bir növ səyyar müəllimlər idi. Daha çox natiqlik, ritorika öyrədirdilər, amma fəlsəfi baxımdan da önəmli idilər. Onlar təbiət, fuzis və insanlar tərəfindən yaradılan qanun və ya uzlaşma, nomus arasında fərq qoydular. Yəni, təbii olanla süni insanlar tərəfindən yaradılanı ayırdılar. Tam olaraq və buradan belə nəticəyə gəlirdilər ki, əxlaq qaydaları, qanunlar əslində ilahi deyil, mütləq deyil. Onlar cəmiyyətlər tərəfindən müəyyən məqsədlər üçün yaradılmış uzlaşmalardır. Bu isə əxlaqı relativizmə, yəni əxlaqın nisbi olması fikrinə gətirib çıxarırdı.
Bu da yəqin ki, Sokrat və Platonun xoşuna gəlmirdi. Heç gəlmirdi. Onlar mütləq əxlaqi dəyərlərin olduğuna inanırdılar. Aydındır. Yunan dövründən sonra fəlsəfənin istiqaməti necə dəyişdi? Məsələn, mənbələrdə stoiklər və onların dünya vətəndaşlığı ideyası vurğulanır. Bu nə deməkdir? Stoiklər Zeno kimi filosofların başlatdığı bir məktəb idi. Onların əsas fikirlərindən biri o idi ki, bütün kainatı rasional bir prinsip, logos idarə edir. Və bütün insanlar bu universal ağıldan pay aldıqları üçün əslində hamı bərabərdir və qardaşdır. Yəni, millət, sosial status fərqi olmadan. Bəli, fərq qoymadan. Buna görə də onlar özlərini konkret bir şəhərin yox, bütün dünyanın, kosmosun vətəndaşı hesab edirdilər. Bu kosmopolitanizm ideyası xüsusilə Roma imperiyası kimi çox millətli bir dövlətdə çox populyar oldu. Maraqlıdır. Bəs orta əsrlər, orada sanki fokus tamamilə dəyişir, elə deyilmi? İnsan və ağıldan daha çox tanrı və imana doğru bir yönəliş olur. Orta əsrlərdə, xüsusilə Avropada, xristianlığın təsiri ilə fəlsəfə daha çox teologiyanın xidmətinə keçdi. Əsas məsələ iman həqiqətləri ilə ağıl vasitəsilə əldə edilən bilikləri uzlaşdırmaq idi. Mənbələrdə patristik və skolastik dövrlər qeyd olunur, Avqustin, Akvinolu Foma kimi adlar çəkilir. Bəli, patristik dövr daha çox ilk kilsə atalarının dövrüdür. Müqəddəs Avqustin burada çox önəmli fiqurdur. Onun işıqlanma nəzəriyyəsi var idi. Yəni, insan həqiqətə yalnız Tanrının lütfü, bir növ ilahi işıqlanma sayəsində çata bilər. Skolastik dövrdə isə xüsusilə Akvinolu Foma, Aristotel fəlsəfəsindən istifadə edərək iman və ağıl arasında bir harmoniya yaratmağa çalışdı. O deyirdi ki, bəzi həqiqətlərə imanla, bəzilərinə isə ağılla çatmaq olar. Və bunlar bir-biri ilə ziddiyyət təşkil etmir. Bəs İslam dünyası? Orada da bu iman-ağıl münasibəti çox aktiv müzakirə olunub. Farabi, İbn Sina kimi böyük adlar var. Əlbəttə. İslam fəlsəfəsi, xüsusilə də 9-12 əsrlərdə çox parlaq bir dövr yaşadı. Farabi və İbn Sina kimi filosoflar Yunan fəlsəfəsini, xüsusilə Aristoteli, dərindən mənimsəyib, İslam düşüncəsi ilə sintez etməyə çalışdılar. Onlar ağlın həqiqətə çatmaqda çox önəmli bir vasitə olduğunu vurğuluyurdular. İbn Sina'nın ruh, yəni nəfs haqqında fikirləri də çox maraqlıdır. Praktik və nəzəri ağıl bölgüsü. Bəli, İbn Sina insan ruhunun müxtəlif qabiliyyətlərə malik olduğunu, bunların arasında nəzəri ağlın həqiqətləri dərk etmə, praktik ağlın isə əməlləri idarə etmə funksiyası olduğunu söylüyürdü. Amma sonra Qəzali kimi çox nüfuzlu bir ilahiyyatçı çıxdı və filosofları, xüsusən də onların bəzi fikirlərini, məsələn, dünyanın əzəliliyi və səbəbiyyət anlayışını çox kəskin tənqid etdi. Qəzalinin səbəbiyyət tənqidi. Bu çox maraqlıdır. Yəni, bir şeyin baş verməsinin səbəbi əslində başqa bir hadisə deyil, Allahın iradəsidir. Od pambığı yandırmır, sadəcə Allah odla pambıq təmasda olanda yanmağı yaradır. Tam olaraq belə. Qəzali deyirdi ki, biz sadəcə iki hadisənin ardıcıl baş verdiyini müşahidə edirik, odun toxunması və pambığın yanması. Amma bunların arasında məntiqi zəruri bir əlaqə yoxdur. Bu sadəcə Allahın yaratdığı bir adətdir, qaydadır. İstəsə bu qaydanı dəyişə bilər. Bu fikir əslində yüzillər sonra Qərbdə David Hume tərəfindən irəli sürülən skeptik fikirlərə çox bənzəyir. Çox heyrətamiz bir paralellikdir. Daha sonra Razi və İbn Rüşd kimi adlar da var. Bəli, Fəxrəddin Razi 5 əzəli prinsip, yaradıcı, ruh, materiya, məkan, zaman konsepsiyasını irəli sürüb. İbn Rüşd isə Qəzalinin tənqidlərinə cavab verərək Aristoteli müdafiə etdi və onun şərhləri Latın dilinə tərcümə olunaraq Avropada Aristotelin yenidən kəşf edilməsində və intibahın başlamasında böyük rol oynadı. Və beləcə gəlib çıxırıq intibah və yeni dövrə, sanki sarkaç yenidən insana və təbiətə doğru hərəkət edir. Elmi inqilab başlayır. Bəli, intibahla birlikdə antik Yunan və Roma mədəniyyətinə böyük maraq oyanır. Humanist düşüncə güclənir. Sonra isə elmi inqilab dövrü gəlir. Leonardo da Vinci kimi həm sənətkar, həm alim olan şəxslər təbiəti diqqətlə müşahidə edirlər. Galileo Galilei isə teleskopu ilə göy cisimlərini müşahidə edərək və təcrübələr apararaq Aristotelin köhnərmiş fizika anlayışına alt-üst edir. O, kainatın riyazi qanunlarla yazılmış bir kitab olduğunu düşünürdü. Bu dövrdə iki böyük fəlsəfi cərəyan formalaşdı.
və bir-biri ilə mübarizə apardı. Rasionalizm və empirizm, Descartes və Locke, məşhur qarşı durma. Bəli, René Descartes, rasionalizmin banisi, hesab edirdi ki, həqiqi bilik yalnız ağıl vasitəsilə əldə edilə bilər. Onun o məşhur cogito ergo sum, düşünürəm deməli varam ifadəsi də məhz buna əsaslanır. Yəni, hər şeydən şübhə etsəm də, şübhə etdiyimdən şübhə edə bilmərəm, bu isə mənim mövcudluğumun sübutudur. Çox məntiqli səslənir. Bəs Locke? John Locke isə empirizmin əsas nümayəndəsi idi. O deyərdi ki, insan beyni doğulanda tabula rasa, yəni ağ lövhə kimidir. Bütün biliklərimiz, ideyalarımız sonradan təcrübə, yəni duyğu üzvlərimiz vasitəsilə əldə edilir. Locke həmçinin obyektlərin birincil keyfiyyətləri, forma, ölçü kimi obyektiv xassələr ilə ikincil keyfiyyətləri, rəng, dad kimi subyektiv qavrayışlar arasında fərq qoyurdu. Bu iki əks qütbü birləşdirməyə çalışan kim oldu? Deyəsən, Kantın adı burada çox önəmlidir. Tamamilə doğrudur. Immanuel Kant fəlsəfə tarixində bir növ dönüş nöqtəsi hesab olunur. Onun Saf Ağılın Tənqidi adlı möhtəşəm əsəri məhz bu rasionalizm və empirizm mübahisəsinə bir cavab idi. Kant dedi ki, nə təkcə ağıl, nə də təkcə təcrübə biliyi formalaşdırmaq üçün kifayət deyil, hər ikisi lazımdır. Kant belə izah edirdi. Təcrübə bizə bilgini, xam materialını verir, duyumları verir, amma ağlımız bu xam materialı qəbul edib, özündəki anadan gəlmə qəliblərə, kateqoriyalara, məsələn, səbəbiyyət, məkan, zaman kimi, uyğunlaşdıraraq anlaşılğı bir biliyə çevirir. Başqa sözlə, dünya bizə təcrübəli verir, amma biz dünyanın ağlımızın strukturları vasitəsilə dərk edirik. Çox mürəkkəb, amma eyni zamanda çox əhatəli bir sistem kimi görünür. Maarifçilik dövründə Voltaire kimi adlar da var idi. Onların əsas qayəsi nə idi? Elmin fərdi azadlıqların tərənnüm edildiyi bir dövr idi. Voltaire kimi mütəfəkkirlər xüsusilə dini tolerantlıq, vicdan və söz azadlığı kimi dəyərləri çox qızğın müdafiə edirdilər. Kilsənin və dövlətin həddindən artıq gücünü tənqid edirdilər. Aydındır. Bəs Kantdan sonra 19-cu və 20-ci əsrlərdə fəlsəfə hansı istiqamətlərdə inkişaf etdi? Adlar çoxdur. Hegel, Marx, Mill, Nietzsche. Bəli, 19-cu əsr çox dinamik bir dövr idi. Alman idealizmi Hegellə zirvəyə çatdı. Karl Marx isə Hegelin dialektikasını alıb, onu materialist əsaslara oturdaraq tarixi materializmi yaratdı. Yəni, tarixin hərəkət verici qüvvəsinin iqtisadi münasibətlər, sinfi mübarizə olduğunu iddia etdi. John Stuart Mill, liberalizm və utilitarizm fəlsəfəsini inkişaf etdirdi. Friedrich Nietzsche isə bütün dəyərləri alt-üst edən, obyektiv həqiqət anlayışını şübhə altına alan, perspektivizm və güc iradəsi kimi konsepsiyaları irəli sürən çox təsirli, amma eyni zamanda çox mübahisəli bir filosof oldu. Nietzsche həmişə qızğın müzakirələrə səbəb olur. Bəs 20-ci əsr? Orada da yeni cəryanlar yaranır. Fenomenologiya, egzistensializm, analitik fəlsəfə. Bəli, 20-ci əsr fəlsəfi mənzərəni daha da zənginləşdirdi. Edmund Husserl'lə fenomenologiya yarandı, yəni şuurun təcrübəni necə qurduğunu anlamağa çalışan bir yanaşma. Pragmatizm, William James, John Dewey, fəlsəfi ideyaların praktiki nəticələri ilə qiymətləndirilməsini təklif etdi. Analitik fəlsəfə, Gottlob Frege, Bertrand Russell, dilin məntiqi təhlilinə fokuslandı. Egzistensializm, Jean-Paul Sartre, Albert Camus, insanın azadlığı, məsuliyyəti, varlığın mənasızlığı kimi mövzuları gündəmə gətirdi. Və sonra strukturalizm, poststrukturalizm, Michel Foucault kimi adlar, onun güc anlayışı xüsusilə maraqlıdır. Mənbələrdə deyilir ki, güc yalnız mənfi, basqıcı bir şey deyil. Elədir. Bu, Foucault'un çox orijinal və təsirli fikirlərindən biridir. O göstərdi ki, müasir cəmiyyətlərdə güc yalnız qadağalarla, cəzalarla, məsələn, kralın gücü kimi işləmir. Güc daha çox produktivdir. Yəni, o, bilik formaları yaradır. Məsələn, psikiatriya, kriminologiya, insanları müəyyən normalara uyğunlaşdırır, kimliklər formalaşdırır. Güc hər yerdədir. Məktəbdə, xəstəxanada, həbsxanada, hətta bizim özümüz haqqında düşüncələrimizdə belə. Yəni, güc bizi həm də yaradır, formalaşdırır.
Yəni hər şeyi izah etməyə çalışan universal nəzəriyyələrə, məsələn marksizm, maarifçilik, şübhə ilə yanaşdılar. Baudrillard simulyasiya anlayışını gətirdi. Yəni müasir dünyada artıq reallıqla onun surəti, təsviri arasındakı fərq itib. Hər şey bir simulyasiyaya çevrilib. Və içə göçüş. Yəni insanların reallıqdan daha çox virtual aləmlərə, mediaya qapılması. Bəli, bir növ reallıqdan imtina, özəl dünyaya çəkilmə kimi başa düşülə bilər. Doğrudan da baş gicəlləndirici bir səyahət oldu. Bu qısa müzakirədə belə fəlsəfə tarixinin nə qədər zəngin, nə qədər çoxşaxəli olduğunu gördük. Mifdən logosa, imandan ağla, klassik metafizik sistemlərdən müasir tənqidlərə, postmodern şübhələrə qədər çox uzun və dolambac bir yol qət etdik. Həqiqətən də. Və bütün bu müzakirələrin sonunda icazənizlə sizin üçün, dinləyicilərimiz üçün bir düşüncə toxumu içmək istərdim. Buyurun, çox maraqlı olardı. Baxın, bu qədər fərqli dövrlərdə, fərqli mədəniyyətlərdə yaşamış, onlarla yüzlərlə mütəfəkkirin irəli sürdüyü bu qədər fərqli ideyalar, gerçəklik, bilik, əxlaq, azadlıq, cəmiyyət, Tanrı haqqında bu fikirlər. Bunlar bugün sizin üçün nə ifadə edir? Sizin dünyanı və özünüzü anlamağınıza necə təsir edir? Hansı qədim suallar bugün də bizim üçün aktualdır və bəlkə də əbədi olaraq aktual qalacaq? Çox yerinə düşən bir sual oldu. Ümid edirik ki, bu dərin təhlil, bu söhbət sizin üçün faydalı və düşündürücü oldu. Əgər fəlsəfənin və digər mövzuların bu cür dərinliklərinə bizimlə varmağa davam etmək istəyirsinizsə, Onda kanalımıza abunə olmağı unutmayın. bəli, abunə olun, bəyənin, fikirlərinizi şərhlərdə bizimlə bölüşün. Bu, bizim üçün çox dəyərlidir. Növbəti müzakirələrdə görüşənədək.